Xeyirli olsun, müştərimizin sifarişidir. Bu qapının üstünə vurulan jitki şpapyovkadır, yəni jitki deyilir buna. Bu pasa qarşıdır. Qapıdan dəmir vəziyyətində şpapyovka işi görüləndən sonra şəbəkə modelidir. Üstündən bütün qapıya vurulur bu. Çərçivəsinə də yuxarı hissəsi şüşəlidir. Karalajlar şüşənin içində olacaq. Qapının rüsumka şüşədə içində işlənəcək. Bu da qapının tam halı modda olan model, şəbəkə modeli. Üstündən də bildiyimiz antipas, yəni metal astar vurulur. Xeyirli olsun, vur qardaşım, vur. Bunun da üstündən kraskası, lakı vurulacaq. Rəngi də antrasit rəngdə olacaq. İnşallah tam versiyasını sizinlə paylaşacağım. Əlaqə nömrəmiz səhifədə qeyd edilib. Bu da üstündən vurulan antipasdır. Birinci jitki vurulur, sonra metal astar, sonra boyası, lakı. Xeyirli olsun. Əlaqə nömrəmiz səhifədə qeyd edilib. İstədiyiniz qapıları, istədiyiniz ölçüdə sifariş edə bilərsiniz. Ölçünün, boyanın, modelin heç bir fərqi yoxdur.